Bakının bu ərazilərində də söküntü başlayır. 2700 manat kompensasiya ödəniləcək. Əziz tamaşaçılar, hər vaxtınız xeyir, qısa başlığı ilə qarşınızdayım. Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan geniş miqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə söküntü işləri aparılacaq. Baku WS-in məlumatına görə layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək. Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb. Məlumata görə söküntü planı metronun Nizami stansiyası istiqamətində olan tikililəri əhatə edəcək. Bu bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərinin aradan qaldırmaq məqsədi daşıyır. Söz gedən layihə evlər söküləcək sakinlərə kvadrat metr üçün 2700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçmə razılıq verən vətəndaşlarla müqavilələrinin bağlanmasına başlanılıb artıq. Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb. Bax belə izləyicilər, fikirlərinizi hər zaman kimi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada videonu bəyənib paylaşmağı və maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı da unutmayın. Ən əsası isə özünüzlə müğayət olun.